Mən heç bir vaxt bir vəzifə üçün mübarizə aparmamışam. Heç bir vaxt. Belə genç vaxtından elə işləmişəm, bir də görüb çağırırlar ki, səni ora qoymaq istəyəcək. Yox, elə tezdir. Neçə dəfə olub, mənim yadımdadır. Ki, mən nə cür bu işlər aparıram, qotların içində nə cür mən işləyə bilərəm, nə tər ola bilərəm. Amma sonra mən qoydular. Qoyandan sonra bunlar hamısı mənim əlimin altında elə işləyirlər ki, elə bir ki, mənə məşləbdir. Demək istəyirəm ki, mən heç vaxt vəzifə uğrunda mübarizə aparmamışam, vəzifə hərisi olmamışam, istəməmişəm. İndi də ki, başıma bu iş gəldi, çıxdım, getdim Naxçıvana, bir belə ədalətləri gördüm, hər şeydən incidim. İnsanlardan da incidim, həyatdan da incidim. Mənə bir belə hörmətsizlik elədilər, bundan mən necə razı ola bilərdim? İncidim, çəkildim, kənara getdim, uzaq yerdə oturdum. Ancaq yenə də məni həyat dartdı gətirdi. Və həyat dartdı gətirdi, gəldim o adamlarla rastlaşdım hamısını. Mənim onların qarşısında üzüm açıqdır, altı. Heç kəsin qarşısında hiçbir şey yoxdur. Çünki heç bir kəsə bir pislik eləməmişəm, heç bir kəsin həyatına bir pis iş görməmişəm, hamısına kömək eləmişəm, hamısına vəzifə vermişəm, hamısına ev vermişəm, hamısına nə bilim cürbəcür şəraitlər yaratmışam, filan eləmişəm. Birindən bir kəpək mən pul görməmişəm, yəni mən görmək istəməmişəm, mənim xasiyyətim olmayıbdır.